ayda mesela burnu değişme, 3 ayda burnu değişmək olar, qaşı değişmək olar, gözü değişmək olar. Amma daxildən də değişmək lazımdır. Adaptasiya olmaq lazımdır. Bax, bu məsələlərə mən belə fikirləşirəm. Təşəkkürlər. Həyatı bəy, bax, sizdən soruşmaq istirdim ki, bu yeniliklər, Fəxriyə xanım qeyd elədi, bu dəyişikliklər, müasirləşmə sizin sahənizə nə dərəcədə təsir edir? Yani çok süratli bir inkişaf prosesi geçiyor. Tabii ki. Şimdi estetik ve güzellik konusunda tıbbın branşı sonuç olarak estetik plastik cerrahi. Bəli. Ve bütün tıp alanlarında olduğu gibi estetik plastik cerrahi alanlarında da sürekli bir gelişme, sürekli bir yenileşme söz konusu. Hatta diyebilirim ki tıbbın diğer branşlarıyla kıyaslandığında gelişimin, yenileşmenin, yayınların, akademik çalışmaların, bilimsel gelişmelerin en çok olduğu alanlardan bir tanesi estetik plastik cerrahidir. Çünkü hepimiz biliyoruz tüm dünyada Bakü, Azerbaycan, Türkiye, Amerika hiç fark etmez. Tüm dünyada estetiğe olan ilgi, güzelliğe olan ilgi bir 10 yıl öncesine göre, bir 20 yıl öncesine göre çok daha hızlı bir şekilde artış göstermekte. Ve insanların dış görünüşü önem kazanmakta. Şunu da söyleyeyim ben. Örneğin bir iş başvurusunda insanlar başvurduğu zaman bu çok önemli. Onu belirtti kendisi zaten. Gerçekten yapılan bir bilimsel çalışmalar da göstermiştir ki, aynı özelliklere sahip iki insan arasından güzel olan daima avantajlıdır. Yani harici görünüş çok önemli. Kesinlikle. İşte bu harici güzelliğe, harici görünüşe tıbben destek bizim alanımız. Onun burnundaki bir takım kusurlar, örneğin bazı insanlar vardır, yüzü çok güzeldir, bedeni çok uyumludur. Ancak burundaki bir takım fazlalıklar veya eğrilikler veya şekil bozuklukları yüzün o güzelliğini gizler. Ama bir cerrahi müdahaleyle o burnun düzeltilmesi sanki yüzün tamamında bir değişiklik yapmış algısı oluşturur. Dolayısıyla örneğin kulakların işte öne doğru çok çıkıntılı olması, kapakların düşük olması, dudakların ince ya da kalın olması, bunların hepsi harici görünüşü olumlu ya da olumsuz etkileyen faktörlerdir. Olumsuzlukların düzeltilmesi konusundaki çalışmalar, gelişmeler, yenilikler her zaman artarak devam etmiştir ve günümüzde de devam etmektedir. Tabii ki. Bax, siz, elə Fəxriyə xanım, siz də hər hansısa bir insanın xarici görünüşünə baxanda ilk tanımırsınız bu insanı. Onun haqqında, geyiminə, görünüşünə baxıb fikir söyləyə bilirsinizmi? Onun zövqü haqqında, dünya görüşü haqqında, ümumi bir nəsə formalaşırmı? Bax. Təbii ki, mənim üçün bu çox asandır. Ona görə ki, illərcə bu sahədə çalışıram və məsələn, ondan başqa da artıq 8 ilə yaxındır ki, Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Hər il önümdə gəlirlər tələbələr, çox gənc insanlar və onlara da baxanda, məsələn, bir müəllimə kimi, tək mən deyiləm, bütün müəllimələrdən soruşsaz, sinifdə 40-50 uşaq da olsa, öğrenci de olsa, onlar hər kəsin xarakterini bir anlata biləcəklər. Yəni, bu müəllimliyin bir xüsusiyyəti. Mən nəyi müşahidə edirəm? Məsələn, indiki zamanda çok büyük imkanlar var. Giyim vasıtasıyla veya estetik tip vasıtasıyla. Mesela giyim vasıtasıyla indi o kadar maraqlı giyim numuneleri, giyim formaları var ki, evvela tutalım ki giyim 1-2 stilde olsaydı, indi 10 stilde giyim təqdim olunur. Evveller biz 3 renk çalarlarından daha çok istifade etseydi, indi 15 renk çalarından istifade etmək olar. Seçim çoxdur. Seçim çoxdur. Yəni bu da bir texnolojidir, dəb texnolojisidir, bu da bir yeniliklərdir və bu yeniliklər hamısı demək olar ki, təqdim olunubdur paytaxtımızda, ölkəmizdə. Sadəcə mən buna daha çox meylin olmasını istəyirəm. Məsələn, həyat tərzində, insanın həyat tərzində olsun, xanım olsun, bəy, yeniyetmə, gənc, bax, həyat tərzində tutalım ki, zahiri görünüşün məsuliyyətini mən belə deyərdim. Məsuliyyəti çox olsun. Məsələn, gənclərlə fikirləşirlər ki, onlar bir cins şalvarla bir maykanı giyib bütün yayı keçirdə bilərlər. Bu düzgün deyil. Yəni, şəhərimizdə də görürəm, bir şəhər stili anlayışı var. Şəhər stili. Bu daha çox klasikaya yaxın, elegant, romantik. Bax, bu üslublardan istifadə etmək lazımdır. Məsələn, təbii ki, iqlimimiz istidir. Və istilər gələn kimi hamı sanki bir stilə geyinir və bir kəlməni eşidirsən ki, çox istidir havalar. Olsun, havalar isti olsun. Bu da təbii bir prosesdir. Ama o demək deyil ki, biz sadəcə və sadəcə
iqlimi nəzərə tutmalıyıq, hava şəraitinin ki, bizə istidir. Məsuliyyət olmalıdır, daxildən gələn yəni gözəl görünmək həvəsi isti olsa belə, yəni müxtəlif stillərdən istifadə etmək lazımdır. Bir də həmişə mən bunu məsləhət görürəm ki, bilirsiniz, daima bax bu mövzuda maariflənmək lazımdır. Bu maariflənməni təbii ki, hamı gəlib Mədəniyyət və İncəsənət Universitetinin moda fakültəsini bitirməməlidir. Sadəcə məlumatlı olmaq lazımdır. Ümumiyyətlə, məlumatlı olmaq hər kəsə lazımdır. Təkcə bu sahədə deyil, yəni həyat tərzimizdə nə mühüm istiqamətlər varsa, o haqda yəni insan çalışmalıdır. Kifayət qədər məlumat. Yeni məlumatları əldə etsin, yeni görüntülərə baxsın. Mən həmişə deyirəm ki, bax, bütün məşhur moda ustalarının internet saytlarına sadəcə bir əyləncə kimi girin o saytlara, yeni kolleksiyalara baxın. Bax, tam ki efir vasitəsilə mümkün deyilsə və ya jurnal ala bilmirsinizsə, internetdə hər şey var. Yeni kolleksiyalarına maraqlandıqca, bilirsiniz, çox gözəl həm məşğuliyyətdir, çox gözəl vaxt, zaman keçirtmək məşğuliyyətidir. Bir də ki, məlumatdır və oradan alınan təəssüratlar istər-istəməz sonra tətbiq olunacaqdır. Bax, bu ən başlıca yəni mənim məsləhətimdir. Təşəkkürlər Fəxriyə xanım. Həyat və bir şey də soruşum sizdən. Bax, insanlar bəzən özünü ifadə edə bilməyəndə plastik estetik cərrahiyyəyə müraciət edirlər. Bir qədər çətin özünü ifadə edən insanlar. Bəs bu plastik estetik cərrahiyyədən başqa insana özünü ifadə eləməsi üçün özünə əmin olmayan adamlar üçün nə tövsiyə edərdiniz? Məsləhətiniz nədir? Şimdi bazı insanlar bu kadınlar olabilir ya da erkek olabilir. Xüsusən gençler hanımlar olabilir ve yaşlı olabilir ama hanımlarda özellikle yüzlerindeki veya vücutlarındaki herhangi bir fiziksel kusur, bedenlerindeki fiziksel kusur onların özgüvenlerinde bir eksiklik oluşturur. Kendilerine aynaya baktıklarında pek mutlu hissetmezler. O yüzden insanlarla diyaloğa, sosyal ilişkilere girmekte zorlanırlar. Bazıları resim bile çektirmezler. Örneğin burundaki şekil bozukluğu dolayısıyla resim çektirmek istemez. Yandan profilden vermek istemez. Veya saçı dökük bir erkek, kel bir erkek resim çektirmek istemez. Ortama girmek istemez. Yani neylesinler bu kaçsınlar? İşte oradaki olay şu. Fiziki bir kusuru olan, bedeninde bir sarkma olan, ne bileyim memesinde sarkma olan, karnında sarkma olan, kiloları oransız fazlalığı olan, yüzünde yaşlanma emareleri olan, saçı dökülmüş olan, vücudunun başka kısımlarında estetik kusurlar olan bir insan telkin yoluyla iyileşmez. Yani o insana, saçı dökülmüş kel bir insana, ya kafana takma ne olacak, işte bir sürü kel insan var, hiç önemli değil. Sen iyi insansın demekle çözülmez. Veya burunda eğriliği olan, burun problemi olan bir insana, ya kafanı takma ne olacak, bir sürü insan var, sen iyi insansın, kalbin temiz. Bu çözülmez. Çünkü o hep içinde. Deməli əməliyyat vacibdir. Bu kesinlikle bu tip durumlarda mutlaka o insanın bir estetik operasyon geçirerek kendini daha özgüvende hissetmesi gerek. Teşekkür edirəm sizlərə. Mövzumuz davam edir əziz tamaşaçılarımız. Gözəl bir ifa ilə. Fidan Hacıyevanı dəvət edirəm öz gözəl musiqiləri ilə siz səsləndirin.